Salam hər kəsə. Bu günləri biz 28-i, deməli 6-cı ay 2026-cı ildə OTQ sınaqlarından blok fənləri üzrə keçirilən imtahanda kimya fənni üzrə 52-ci sualın tapşırığın həlli izahına baxacağıq. Deməli bizdən nəyi soruşur orada, nə deyir? Qlükozanın qıcqırması. Qlükoza 3 cür qıcqırır bilirsiniz. Etil spirtinə qıcqırma var, süd turşusuna qıcqırma var, bir də yağ turşusu karbon qazı suya qıcqırma var. İndi 3 dənə maddə deyirsə, bizdən yağ turşusudur, karbon qazı da su çıxıbdır. İndi mən nə bilim ki, X hansıdır, Y hansıdır, Z hansıdır. Bunun üçün bizə aşağıda deməli ipucu veribdir. X, Y molekulunda pi rabitənin sayı. Yəni X-da pi rabitənin sayı 1 dənədir. Baxın, yağ turşusunda karboksil qrupunda 1 dənə pi rabitə mövcuddur. Y-da isə deyir heç bir halda pi rabitə yoxdur. Yəni bilirik ki, karbon qazında 2 dənə pi rabitə var, suda isə heç bir pi rabitə yoxdur. Və mən buradan artıq bildim ki, X hansıdır, Y hansıdır, Z hansıdır. Deməli, X yağ turşusudur, Y sudur, Z isə karbon qazıdır. İndi mənə aşağıda şərt deyir. Deyir ki, Z hansı maddələrlə reaksiya daxil olmur. Və bilirik ki, karbon qazı amonyakla deməli gübrə əmələ gətirir. Karbamid gübrəsini, sidik cövhəri gübrəsini əmələ gətirir. Deməli, natrium peroksid də karbon qazına reaksiya daxil olduğu zaman deməli natrium karbonat plus O2 oksigen qazını əmələ gətirir. 1 ilə 3-də rahat şəkildə reaksiya daxil olacaq, amma karbon qazı nə oksigenlə, nə də karbonatla reaksiyaya girməyəcək. Cavab orada deməli 2-4-dür.